Hollywood Sarayın baş sponsorluğu, Roverland'in sponsorluğu ile Bir Dəfə Hollywoodda serialı başladı. Hoş görmüşük, hoş gelmişsən. Hoş gəlmisən, yox, hoş gəlmisiniz. Eşitdin? Hoşuma gəldi. Yaxşı qarşılayırsan adamları. Belə olmalıdır burada. Hamı güləriz olmalıdır. Amma hoş gəlmisiniz. Ay, gördün ha, gördün ha. Müdür belə olar ya. Mən də nəzər alıb. Ay, sən mən də nəzər alıb. Cümləni cəm şəkildə deyilməyini istəyirik. İndən belə sən bizi birlikdə görəndə hoş gəlmişsiniz deyirsən. Eşitdin? Git! Basıb gözünü çıxardaram ha sən. Sən hara getdin çıxdın ay müti? Sən şəyə görə demirəm. Bu oyuna canına bax hə bunu. Mən özümə görə deyirəm. Mən heç vaxt pulum olmayıb da sən bilirsən. Mən bir 30 il kasıbçılıqla yaşamışam. Hamı mənə elə sən deyir. İndi pulum olandan görürəm hamı mənə siz deyir. O görə istəyirəm hamı siz desin. Sən də mənə siz deyir. Amma Namidar müəllim, sizə heç yaraşdırmadım. Özündən kiçiyin yanında səs tonunu qaldırmaq sənə yarışdırmadım ha. Sən yenə mənə ilişirsən. Sən təhqi konuşarım. Nədə? Sözüm var keçən liftin dalına. Aktarın da. Yıkışdırın biraz özünüzü. Mənim yanımda bu nədir? Sən mənim qaynımsan, sən mənim sinif yoldaşımsan. Siz mənə hörmət eləməlisiniz, cəmaət də mənə hörmət eləsin. Birazdan da iclasdır. Yaxşı? Yaxşı. Qalxırsanız iclasa. Yüksək səviyyədə. Sən də dayanma burada. Get Roverland'ə. Oradakı məsələlərlə maraqlan, kassanı yıxıbdım elə getmə, yaxşı? Taksi pul ver yerim də. Mənim günümə bax, mən dünyada yeganə müdirəm ki, öz şofirimi qulluğunda dayanıram. Mən bana verdiyim taksi puluna, mujora bura göndərib taksi pulu verirəm. Ondansa bir sarışın, göz, dünya gözəli bir model, qız ehtiyacı olan, pula ehtiyacı olan, nətə imkanını demirəm. Götürərəm, onu saxlayaram, bilərəm ki, savab iş görürəm, kiməsə yardım eləyirəm mən. Sənə qaraşın. Orta yaşlı, bal səsli bir oğlan lazım olsa mənə de. Yox, bilirsən, dayandır. İsraf günahdır. İsraf eləmək günahdır, o görə də mən günah eləmək istəmirəm. Sən də gəl, get taksi ilə həll elə işləri gəl. Get tez elə dayı. Davay. Sən də yer ver. Get, mənim yerim buradadır. Yer ver. Ver, sola ver. Sola götür. Ay qız, haradasan, bayaqdan səni axtarıram. Gündüz zəng edib soruşmaq olar da. Əşədə restoranın içindəsən də, havayı yerə niyə zəng edeyim? Bəlkə biraz xərcə düşəsən sevdiyin adam üçün. Sən axırıncı dəfə nömrəmə nə vaxt zəng eləmişsən? Üzr istəyirəm, qoy fikirləşim. Çox fikirləşmə. Bulvarda tanış olmaya yaxınlaşmışdın ha, onda nömrəmi almışdın. Bircə dəfə vızv atmışsan, vəssalam. Gör sənə nə deyirəm. Əgər qadın səndən dalaşırsa, əsəblidirsə, deməli nəsə problem var. Nəsə problem var? Var.
Ev yiyəsi deyir ki, pulu gecikdirsən, evdən çıxardacağam səni. Bilmirəm hardan pul tapım. Bir dəqiqə. 3 gün bundan qabaq sənə 350 manat pul verdim. Onu dırnağıma vermirsən də, maniküruma, pediküruma. Dünən də 200 manat verdim də. Onu da saçıma vermirsən də, saçımın rəngini dəyişmişəm, görmürsən, ha? Hə, mən belə başa düşdüm ki, sənin hər bədən üzvünə çox üzr istəyirəm ha. Ayrıca pul lazımdır, özümə ayrıca. Gündüz. Heç nə, gedim bir şey fikirləşim, iclasdır. Necəsən mənim həyatım, nazım, duzum, şəkərim, balım? Yaxşıyam, bu narahat edir məni. Bir saat onu cırmaq istəyirəm, cıramıram. O kişmişli bulka alırsan, o yeyirsən, axırına çatanda görürsən, hələ də kişmişi yoxdur. Özü kapitalizmin qurbanı kimi əzik hiss edirsən, ha. O vəziyyətdəyəm, belə. Nirıba nimyasən. Yəni, başa düşdüm ki, yaxşısan. Çox. Kişmişdi bulkum. Hacan. Bu günlərim rəfiqələrimlə görüşmək istəyirdim. Heç biri yoxdur. Hamı istirahətdədir. Hə. Biz nə vaxt gedəcəyik istirahətə? Sənə istirahətə gedəndə adam dincəlmir ki, sən adamı dincəldirsən. İstirahət hara? İşin gücün razqar vaxtıdır, saddan buranı qoyum nətər çıxır. Nə vaxtıdır? Razqar da qızğın iş gedir də, görmürsən, tappa taraf orada toylar, buradan kabinetlər dolu, buradan aşağı. Nə çıxamıram o? Başa düşdüm. Sən parolla danışırsan, amma mən tutdum. Yaxşı, onda mən gedim hazırlaşım, istirahətə gedirik. Bir də Emini deyərsən də gəlsin bura. İşim olacaq ona, yaxşı. Realni dediyim söhbəti tutmur. Ki, parolla tutur ki, mən madələm get hazırlar. Pəşə bu, demək istəyir telefonun parolun billər. Hansın bilər, mıy bilər. Mıy bilər, maşının nömrəsini bura qoymuşam. Mıy dəyişim, əl üstü. Oradasın, köməlin, köməlin tezələ. Tutuyorum, Düşürt məni. Apar parpok belə, təkərlərini də qaralt. Of. Sən də cəmaatı yığır, iclas edirəm. Mənim siz tez gəlmişsiniz, işçilər gəlməyiblər işə. Mən bilmirəm nə vaxt gəlmək lazımdır. 5 dəqiqə yığ onları bura gəlsinlər. Tez elə zəng elə, yeri. Mən bilmirəm, bunlar nətər işləyirlər. Beləcək olur. İşləyin, pul qazanaq da. Mənə yaxşı bir ailəvi istirahət mərkəzi nömrəsi lazımdır, bilmirsiniz? Müəllim, istirahətə gedirik. Yox, gedirik deyəndə ki, mən gedirəm ailəmlə. Siz hara gedirsiniz? Siz özünüz demişdiniz ki, biz burada bir ailəyik. Sofiya xanım niyə yoxdur ki? O da ailəvi istirahətdədir. Yox, mən görürəm bu söhbət gedir başqa yerlərə çıxır. Lazımdır, nömrə zad lazımdır. Özüm taparam, özüm gedərəm, həll eləyərəm. O problem deyil. Bax, hər öz bir işin başısınız. Sən baş administratorsan, sən baş afisiyanssan, sən baş nəzarətçisən. Çalışın, mən burada olmadığım müddətcə kim nəyin başıdır, öz işini yüksək səviyyədə aparsın, problem yaranmasın. Yaxşı? Narahat olmayın, öz obyektim kimi baxacam, heç nə. Yox, lap öz obyektin kimi də baxma. Elə öz sahəndə də harda başsan, müdürsən, ora yaxşı nəzarət elə məhbəs. Hələlik starşı kimi opşi baş təyin eləyirəm gündüzü. Hər şeyə gündüz nəzarət edəcək. Başqa sualı olan var mı? Müəllim, bu qərardan sonra çox özür istəyirəm. Başqa sualı olanı... Yox, qulaq as. Səni bax, hələ mən baş təyin eləməmişəm, sən başından böyük danışırsan. Eləncə danışmaq olmaz. Oldu. Öz işçiləri özlə. Kim nəyin başıdır, hansı sahənin başıdır, çalışsın orada özün ən axırıncı, ən sadə adam kimi aparsın. Yaxşı? Mən xoşlamayıram qudurmağı. Mən gedirəm və özünüz nəzarət edin. Axırı səndə müdür oldum, mən bu kirayə məsələmi neyini?
Darıxma da qoy Namidar müəllim getsin, bəlkə sən hələ ev də aldıq. Elə mən Bakıda ev aldım, qaldı bu. Neynirsən Bakıda evi? Rayonda bu da ev eşiyim var. Nə olsun ki evim var? Elə bizim rayondakilərin hamısının Bakıda evi eşiyi var da. Elə mənim də Bakıda evim olsun. Rayondakının ağzını bağlayayım, gəlin burada keyf eləyim. Olmaz? Ay bir anda görün. Ay diğer mi görün? Bəri bax. İndi istirahətə gedirsən, yaxşı yol. Can sağlığı ilə. Sağ ol. Bəs öz yerimə məni niyə qoymadın? Yaxşı sualdır. Ola bilər ki, evdə cizgi yoxdur. Normal haldır. Alımamsız yox. Aşağıda parkovkada keçdiysən, orada bütün maşınların cizgiləri var. Əgər onların birində bax, özünə sual ver ki, mən kiməm? Neşim gedib öz işimlə məsul olmuram? İşimlə məsul olur? Bu dəqiqə. Şimdi. Nəyə görə cibə? Yana qaymazın. Nətərsən? Eşdim Namidarla istirahətə gedirsiniz. Erməni. O tərəfə. Erməni. Alo. Bu imkan vermir ki, mən rahat sürprizimi eləyim. Götür uşaqları da. Gedin avtovağzala 20 yanvardan sonra. Minur rayona gedən maşınlara. İsmailliyə orada yer demişəm. Gedin oradan İsmailliyə, mən özüm də işi yekunlaşdırım, promol gələm İsmailliyə. Əslində 12 manata edir, maşın minin gedindən nə problem yaratsan mən. Yaxşı da var. Ver bura telefonumla. Qeyrət boğur məni. Nəfəsim dayanır, ölürəm. Sizsən ölüm? Allah eləməsin. Yerin bir dənə basen olsaydı, özümü tullayardım ona biz. Özümə gələrdim. Bəli bax, sən o Sofi ilə getdin istirahət yerində baseni var. Sən qulaq as. Mən bilmirəm hələ gedib çıxaram yoxsa yox. O görüm nəyim var. O bu titrəm o. Bir dənədir. Tut bu. Ged bu hamamların birində yaxşı parnoyu da elə, sulu parnoyun, quru parnoyun, küsöy da elə. İsti baseyinə də gir, soğuk baseyinə də gir, dincəl, yaxşı. Qiriyyətə görə azdır bu. Zit dənə ya. Düşmüşəm mən şeyim. Namidar müəllim. Tamam, məni çağırmışdınız. Çağırmışdı göreyim. Mən rayona gedirəm istirahətə, İsmailliyə. Mən istirahətimdə salamat keçən adam deyirəm. Mən bilirəm də başıma nələrsə gələcək. Bizim kişinin bu rayona göndərmək olar İsmailliyə mənə lazım olsa. İsmailliyə? Ay yox, ora çox uzaqdır. Allah sən sağlasın. Elə uzaqdır deyirsən, elə bil qazıb çıxardarsan, kamasa yükləyəsən, başdaşı üstündə göndərəsən. Aparatla eləsən, nə də görmüşəm. Yaxşı, mən kişi ilə danışım, görüm nədir. Gəlmək istəsə göndərərəm. Gəlmək istəsə nədir? Adı xərci nədir verərik artıqlaması ilə. Yaxşı Namidar müəllim, mən fikirləşim, hesablayım, kişi ilə də danışım. Könlü istəsə göndərərəm. O həll elə sağlam. Tamam. Hara gedirdim, bir yana gedirdim, bir yana gedirdim. Bunun bu jalüzü də işləyir. Müəllim 100%. Maşın salarıq onda həyətdə. Bəli, istəyirsiniz 4 dənə maşın. Lap 4 dənə bura çox olar. Baxın da. 2 dənə olar. Uzun bu evdə, hə? Bəli. Müəllim, baxın. Qladiatora baxmısınız? Kino? Təbii ki də. Hə. Maksimus döyüşdən əvvəl gəlib bu evdə dincəlib. Nə yaxşı, nə yaxşı. Bəli. Şavşekdən qaçışa baxmısınız? Hə, mən baxmışam. Nə gözəl. Baxın. Şavşekdən qaçış. Həmən oğlan gəlib bu evdə gizlənib. Bilyat Dadaş Van klipinə baxmısınız siz? Daşa divarlara sarılmışam, yalvarmaqdan yorulmuşam. Həmən divarlarda, bu evin divarları. Hə, buradır ora. Bəli. Rejissoru mənə zəng elədi, qardaşımsan, yaxşı evdə səndə olur da. Bir dənə mənə yaxşı ev köməkli elə. Mən də köməkli elədim, verdim bu evi. Mənə o qədər çox sağ oldular ki. Yaxşı adamsan, yaxşı adamsan. Ay, Ponçik, mən buranı çox bəyəndim. Bunu götürək də. Götürək, problem yoxdur. Götürməyinə götürək. Sən o
Zadı da həll elədim, balaca evdirmirsə. Yerdə hava desin. Hə, müəllim, narahat olmayın. Bura da yaxındır. Hə? Hə. Yaxın mən neynirəm, mən qalacaq bir ayağım orada, bir ayağım burada. Şirin çörəyim. Hacı. Biz bura istirahətə gəlmişik. Sənin bir ayağın harda qalacaq ki? Nə deyirəm, yaşlı adamam. Bu boyda həyat olar. Mən bir ayağım buradadır, bir ayağım orada. Deyirəm, biraz yığcam ev olardı. Bu da maşallah böyücün həll eləyib. Daha ne yok? Yaxşıdır amma. Amun beş. Biz əziz deyə ona görə. Allah sizi olsun. Amun beş etrası adına boydadır. Olsun da müəllim. Ver sumkanı götürsün də bu işi budur. Götür bunu. Gel baxaq da. Ha, beş etkasız adı maşallah normal evdir. Əziz izləyicilər, gördüyünüz bu gözəl zal Hollywoodun Harmoniya adlı zalıdır. 150-200 nəfərlik masalar, servis möhtəşəm, xidmət. Halaldır. Bax, belə işləmək lazımdır. Gündüz, elə yaxşı ki gəldin. Buna bax, sən nə göstərəcəm. Ağşəhərdə 2000 manata kirayə evlər var burada. Ağşəhər? Biz hansı ara o qədər Ağgülə çıxdıq ki? Ay Gündüz, Xırdalanda kirayəyə 300 manat verməkdənsə 2.000 üstünə qoy, Ağşəhərdə qalmır. Hə, o 2.000 elə deyirsə ki, mən o 2.000-i qazanmaq üçün səhərdən axşama kimi burada çox-çox üzr istəyirəm ha. Yenə başladın ayıb-ayıb danışmağa. Nə ayıb, səhərdən axşama kimi mən burada əziyyət çəkirəm. Ay Gündüz, sən bu boyda Hollywoodun müdürü əvəz edici adamsan. 2.000-in yoxdur mənə verməyə. Gündüzüm. Qurbandır sənə, qurbandır. Bavrəcim, rayon düdüğün gəldik. Villanı götürmüşük ən yeşəsindən. Rayonda bundan böyücü yox. Yeməyimiz, içməyimiz yüksək səviyyədə. Ha bu gecə bizə nə mani ola bilərdi ki? Ağcaqanad. O nə olur? Yəni deyirəm gecə yatanda qapı pəncərəni açıq qoyma, ağcaqanad istəyirəm birdən. Birdən də indi. Şimdi nə varıq? Hələlik qaçdı tutdu oynayaq, həyətdə böyücdə ağacların arasına uşaqlıq eləyək də biraz. Boncik, mən maraqsızdır. Ne? Sən qaçmasan da mən səni tuta bilirəm. Ben onda nə oynayayım mən? Ki başqa oyun oynayaq. Nə oynayaq? Doğruluq və cəsarət. Bax, həyatım, butulkanı belə çevirirsən, ya doğruluq düşür, ya cəsarət. İkisindən birini seçirsən. Doğruluq düşsə, mən nə desəm, nə sual versəm, düzünü deyəcəksən. Onda cəsarət? Cəsarət düşsə, mən nə desəm, onu eləyəcəksən, amma mütləq eləməlisən. Ay, bu oyun başqa yerlərə aparıb çıxardır mənə. Yağmur olaram, mənə lazımdır. Mən elə durum, fırlanın boyaları biraz gəlsin. Mən birinci dəfə də İsmaildəyəm. Mən qabilədə zətdurmuşum, burada olmamışam, değil mi? Baxım görüm məhləssində zanda nə var, nə yox. Başıma bir ideya gəlsə, gələrəm o oynayarıq, yaxşı? Damla çırpaq. Dur, getsən biraz gəliş. Bəlkə nə çırpaq? Nə çırpaq ya? Oyun da fikirləşərəm. Tapam verəm, değil mi? Gəl, buyur, xoş gəlmişsin. Budur. Xoş gəlsin. Mama, dədə bizi kasıb evə gətirib elə bir. Ay Kəmandar, o nə sözdür deyirsən? Əsas məsələ ev deyil, əsas məsələ evin içidir. Ailədə olan istilikdir, mehribanlıqdır, bir-birinə inamdır. Əsas olardı. Bəli, gör nə gözəldir bacı. Bax, indi sən uşaqsan, bilmirsən. 7 Samuray kinosuna baxmısan? O, yes, baxmışam. Vur bura. Həmən o 7 Samuray bu evdə qalıb. Doğrudan deyirsiniz? Bana, bu ev elə-belə ev deyil. Bu evdə Cabir Novruz, Nəbi Xəzir qalıb.
İndi o uşaq da bilməz. Namiq Qaraçuxurlu rəvayəti bu evdə yazıb. Ha bənə? Ay müəllim, sizin ev o tərəfdədir. Ay, imkan ver bir oğlumu öpeyim olar. Nətərsən bala? Baş verdim. Tələsin bu. Bu evdim ra. Bəli, müəllim, sizin dediyiniz kimi xəzinlə yerdən yerdən də yaxşı evdir ki. Bəli. Atam yaxşı evdə, xoş gəldi. Ev yerlər evdədir. Evdədilər. Ay, Ehsan əmi. Bəli. Gəlin, Ehsan əmi, qonaqlarımız gəlin. Salam əleykum. Hoş gəlmisiniz. Hoş gəlmisiniz. Namidar. Ehsan. Allah qəbul eləsin. Anamın adı nə oldu? Zemfirə xanım, hə. Mən də elə yoldaşımdır, oğlumdur, özüməm. Allah xoşbəxt eləsin. Sağ ol. Burada qalacaq da. Sən qulaq as, qaç. Ət al gəl. Yaxşı ət al gəl, yaxşı. Yanma, yubanma ilə burada. Ay Namidar, neyinirdən əziyyət çəkirsən? Kartof qızardaram da. Gəlmişik, istirahətə gəlmişik, qoy rahatçılıq olsun da, elə dör. Güldar hanı? İndi Durna ilə gələcək, Durna gətirəcək onu. Boş qoymasın ha, Durna bizi bir dənə yerdə boş qoymasın. Qızım gələcək xalası ilə, problem yoxdur. Heç bir problem yox. Buyurun gəlin. Gəlin, qonağımız olun. Buyurun. Sağ ol. Ayaqqabıları burada çıxardırıq. Yox, istəyirsən kravatın yanında çıxar. Həmişə harada çıxar, burada çıxar. Gündə iclas olar, iclaslar. Ana heç Allah verdi yoxdur. Nə deyinirsən? Güya mənim xoşuma gəlir iclasdan iclas. Mənim nəyimə lazımdır? Səhər o başda gəlib durmuşuq burada. Allah verdi. Hanı ev Allah verdi. Biraz səbirli olun da, Gündüz bəy gələcək suallarınızı verərsiniz. Səbirli ol da, ha? Özün də başladın da. Salam əleykum. Əleykum salam. Ay Gündüz müəllim. Bu Allah verdi müəllim hanı. Səhərdən bizi yığır bura, özü də yoxdur. Yığmışdı məni. Yarım saat icazə istədi. Mən də onu işdən qovdum. Dedim, get işinlə məşğul ol. Nəysə, bugündən etibarən hamı Aynur xanıma çox-çox üzr istəyirəm, bacı deməlidir. Bu nə danışır ha? Mən heç doğma bacıma bacı demirəm ha. Başa düşmürəm. Bacıma nə deyirsən sən? Adı ilə çağırıram da. O sizin şəxsi probleminizdir. Bura işdir. Başa düşdünüz? Amma sizin şəxsi probleminiz, çox-çox üzr istəyirəm, mənim belə... Vecmə də deyil. O sözü axtarırdım. Vecmə də deyil. Ay Gündüz müəllim, şimdi bizi bundan ötürü yığmışsınız bura. Ondan sonra müştərilərin məmnuniyyətindən danışaq, restoranın vəziyyətindən danışaq. Mənim xidmət elədiyim müştərilər hamısı məmnundur, narahat olmayın. Sən arada vaxt tap, məni də məmnun elədi. Bura bax, sən deyə vəziyyət fikirləşənsən. Sən öz aqibəti fikirləşinə ki, sabah hamımızı qabalayacaq Gündüz işdən. Nə pıçıldaşırsınız orada? Bəlkə bəs danış da, eşitmirəm axı. Sən eşitmək üçün gəlir mən əyləm danışam, nətər danışım mən? Sənin əyilmək belə vəzifəndir də, əyil də. Sən məndən artıq qabanda əyilməlisən. Kim də əyilməlidir? Sənə qabağında niyə əyilməliyəm? Sənə burada olmasa salarım. Bir dəqiqədə görürsünüz müdür dayanıb. Olmadı ki. Görürsən müdür dayanıb, danam. Səni qurban olasan müdürə. Sənin içində çox darıxmışdım. Sən ata deyən dülüyə qurban olun. Bala, keç otur canım. Arıqlamısan ha xeylaq. Belənçi saxla. Üstünə qoymusan polunu. Nə gözəl təbiət. Salamlar. Tək gəlib uşağını be. Ay Durna. Bəs Dildar hanı? Məsləhət bilmədim. Atam xəstədir. Düşündüm ki, belə mənasız, qeyri-səmimi ailə ortamında olmaqdansa kişi ilə maraqlansın. Əziz yeznəm, necəsiniz? Bu aralar gözümə nəsə bir təhər dəyirsiniz. Sanki nəsə bir probleminiz varmış kimi görünürsünüz gözümə. Hər şey yaxşıdırmı? Niyə elə deyirsən ki, başa düşmədim, heç nə olmayıb. Hər şey yaxşıdır. Mənim sevimli, saf bacım. Mən bildiyiniz kimi ailə ekspertiyəm. Və mən belə kişiləri çox yaxşı tanıyıram. Kişi xüsusən günahkar olanda onun baxışları dəyişir. Gördüyün kimi gözümüzün içinə baxa bilmir. Əziz Durna xanım. Bəli.
Sən özün bir ailə ekspertisən, ailə psixoloqusan, hamıya məsləhət verirsən. Amma sən özün 48 yaşın var, hələ də subaysan. Sən xahiş edirəm, özün bir dəfə də olsa ailə qur. Sən gör bu çətinlikləri nə var, nə yox. Ondan sonra başa düşərsən ki, o psixoloqların kitablarda yazdığı şeylər vız şeylərdir, boş şeylərdir. O, dedi xalaya dis atdı. Nə atdı? Dis. Bu söhbət məndə diskomfort yaratdı. Gəlin mövzunu dəyişək. Atan elə şey eləməz. O nədir deyirsən? Sən heç bilmirsən, dis nədir? Uşağa deyirsən, atın elə şey eləməz. Nə üçün eləmir az? Atası dis eləyər, lazım olar fıs eləyər. Sən mənə çox arxain olma, sən mənə gözündə çox şişirdirsən, ha? Mən eləyərəm, o bilir. Mən çox üzr istəyirəm sizdən, çox nəzakətlə üzr istəyirəm. Qardaşımla aranız necədir? Yola gedirsinizmi? Dəndirdin, hə? Keçirmişiz ipin boğazıma, gəlib orada başımızı oynatır. Hərdən otururam, fikirləşirəm ki, deyirəm bu sona kimi saf, məsum, fağır qızın eləncik biz qardaşı olan məzə, bu yerin altında bilir, üstündə bilir. Öz-özümə deyirəm ki, deyirəm bu yağın başqa kişidəndir, bunlar başqa kişidəndir. Yox, ay Namidar, elə şey ola bilməz. Mənim atam elə bir qadını sevib, o da mənim anam olur. Bax, sənin ata travmaların axırda gətirib bu nəticəyə çıxarır ki, sən belə mənasız bir insanla ailə qurub, daha sonra onu müdafiə eləyirsən. Xahiş eləyirəm, belə şeylər eləmə. Atamıza olan bağlarını qopar və gözünü aç. Kişilər hər zaman xəyanət edə bilərlər. Bu dünyada hər şey baş verə bilər. Ay Durna, bəsdir də sımalı, ürəyim sıxıldı. Az belə bir televizorda veriliş var. Dur, Allahım, çaydan zaten içsin başın qarşısın. Zəhmət deyilsə. Dur, anma kömək edə bala. Bacın da qalıb da, babun xəstədir, balaca uşaq baxacaq o. Görsün, nətər olur. Ağla bax. Salam əleykum. Qəşəng qız necəsiz? Siz necə girmişsiniz içəri? Qapıdan. Hə, o mənada. Hə. Məndə evlərin hamısını zapa-zapan olur. Hər ehtimala da indi baxmayın. Hadisə olar, nə olar, nə olmaz deyə saxlayıram. Amma həyətin, narahat olun, evdən yox. Bu əti o sizlə bu evi tutan ağsaqqal dedi, alım gətirin. Ağsaqqal? Namidar deyirsiniz? Hə, Namidar mənim də. Atavızdır? Namidar elə yaşlı görsənir ki? Oğlum, nə bilim, olar da bir. 60-65'dən. Dayımızdır, yoxsa əmviz? Sənə lazımdır. Mənə onun dəqiq yaşı. Mən bilməliyəm də evi kimə verirəm, kimdir, nətidir, sənin nəyindir, sən onun nəysən, əmindir, dayımdır. Baxma da, indi elə. Mən bilmədiyim adama ev verə bilmirəm ha. Bir dəfə bir müştəri gəldi, dedi mənim arvadımdır. Mən də bacı dedim, buraxdım evə. Amma sonra məlum oldu ki, arvadı deyil, sevgilisidir. Sonra mən qaram, ortada ay xanım, siz gəlirsiniz, gedirsiniz 5 gün, 3 gün, sonra mənim başım davadan qutarmır. Başım xarab olur. Nəysə, danışaram o özüylə. Nəyə gəlmişsiniz bura? Nə lazımdır, sözünün canını de. Dedim də əti verməyə. Bunda ver də. Bir də icazəsiz içəri girməyin. Ay oğul, nə var məni Bakıdan o boyda yolu bura gətizdirmişsən? Problemim var ki, çağırtdırmışam da ay pupada. Elə danışsan, elə bir yol pulu verib gəlmişsən, nə olub? Bir dəfə görmədim deyəsən ki, sənə şad xəbərim var, oxşadın anan tərəfə, nə olub yenə? Güya istirahətə gəlmişəm də, özüm öz başıma iş açmışam. Burada Soniya ev tutmuşam, düz bunun yanında da Sofyan evi. Qalmışam ki, evin arasında, ora-bura, bilmirəm nə var. Bax ay oğul, bir quş soyuq qışda qanat salıb uçurmuş, hava o qədər soyuq olur ki, qanatları donur, düşür yerə. Bir inək də onun yanından keçəndə onun üstünü batırır, quş dəli olur, ölümün gözləyir. Bir də görür ki, inəyin təzəyinin istiliyi ilə onun qanatlarının buzu açılır, sevinir, köməyə kimisə səsləyir.
qıraqdan bir tülkü gəlir, əlini uzadır, onu o zibilin içindən çıxardır, quş sevinir, ona çox sağ ol demək istəyir, tülkü onu yeyir. Çox canavar məsələdir. Sadəcə mən bu məsələnin harasındayam oyu tuta bilmədim. Ay cahil, bu hekayədən 3 şey ortaya çıxır. 1. Hər səni zibilə salan sənin düşmənin deyil, səni hər zibildən çıxardanı da dostun bilmə. Ən əsası, o zibilin içində xoşbəxtsənsə, səsini çıxartma. Mən nə qayırım, mən konkretləşdir, bir də başa sal da nə edeyim mən? Yox, ondansa sən belə elə. Aha. Ala, əsas nöqtəsində bu yenə itdi də, ala. Nə oldu, bu boş-boş məsəl çəkincə sözü axıra kimi deyirdin, nə? Mən gedirəm, mənlik şüyüz yoxdur. Hara gedirsən ay Namidar? Çıxın biraz hava zad alacaq. Hə. Qoy mən tutum. Qoy mən tutum. Hə, qoy mən tutum. Get yaxşı hava al. Evimin dirəyi. Yox bir sementi, betonu, armaturu. İnşaat malları mağazasıdır bura sona. Sağ olun. Müəllim dediyiniz kimi ət aldım verdim. Nə verdi? Siz bizə ət verməmisiniz axı. Sən nə dil bilməz adamsan ha? Sən yanında mənə bir dənə 50-lik vermədin mən. Hə. Ət alacaq. Sən əti hara verdin? Nətər aldın sən əti? Ay müəllim, siz də bir qərar verin də. Orada qalırsınız, yox burada qalırsınız. Mən nə bilim, odur yoxsa budur saxladığım. Hollywood Sarayın baş sponsorluğu, Roverland'in sponsorluğu ilə bir dəfə Hollywoodda serialı bitdi.